İslam dininin göndərilməsində əsas məqsədlərdən biri insanların Allah-u Teala'nı tanıması və ona ibadət etməsidir. Allah-u Teala Quranda bir neçə ayədə insanların ona ibadət etməsini əmr eləyir və buna təşviq eləyir. Buyurur ki: "Va'bud rabbaka hatta ya'tiyakal yaqin." Sənə ölüm gələnə kimi Rəbbinə ibadət et. Başqa bir ayətdə də Allah-u Teala buyurur ki: "Va'buduhu veşkuru leh ileyhi turcaun." Ona ibadət eləyin, ona şükr eləyin, dönüşünüz onadır. İbadət elə bir məfhumdur ki, əgər insan o məfhumu doğru, dürüst anlayarsa, həyatının hamısını ibadətə çevirə bilər. İbadət Allah-u Teala'nın sevib, razı qaldığı hər bir zahiri, daxili, fiziki, mənəvi, hətta hissi olaraq etdiyi hər bir əmələ söylənilir. Belə olduğu halda Peyğəmbərimiz Aleyhissalatu vesselam'ın söylədiyi kimi heç bir xeyri kiçik görməmək lazımdır. Çünki Allah-u Teala axirət günü hər bir əməli, hətta xeyir olan zərrə əməli belə tərəziyə qoyub ölçəcəkdir. Allah-u Teala Quranda buyurur ki: "Fəmən ya'məl mithqalə zərratin xayran yarah və mən ya'məl mithqalə zərratin şərran yarah." Kim əgər zərrə miskal qədər xeyir iş görərsə, onun müqabilini görəcək. Kim də zərrə miskal qədər şər əməl işləyərsə, onun cəzasını çəkəcək.